Hala güneşli. Bəli. Onda nə var ki, sizdə yoxdur? Mikrofonu niyə qoydun yerə Pərviz? Ben cevap vermeyeyim dost olarak. Mənim Sən nə işin var ki, sualına? Ay, Çox qəribə bir Yo, ironiya ilə. estağfurullah, yo, ironiya eləmədim. Sən də qızışdırmasan. Mən Arzu xanımın sualdı. Mən Onda olan vallahi hiç bende yok. Necə? Necə artıq xanım? Onda olan ne bileyim onda ne var ki ne de bende olsun. O nə demək? Onda Geri bana bak öyle deyir ki, əla demişdir qaçma, dəyişməmişsin. onda olan hiç ne bende yoktu. Nə mənada? Ne olacak? Ha, Mikrofona. onun öz dünyası, onun öz alemi. Hə, onun dünyası sizdə yox. Ha. Ben de Bəs o, sizdə nə tabii var? ki Vücudundan değil, dünya neyse. Tabii ki. Vücudunda ne varsa o sende yoktu ondan. Mən elə sual vermədim, ay manatda. Məndə olan, qoy elə qısa deyədim, məndə olan səs onda yoxdur. Qoy belə deyək də. Sizdə olan, amma muğam oxuyur, Kəmal Günər. Mən eşitməmişəm. Daha bu yaxınları bizdə. Ha, nə olur, Çok güzel bir Yok, çok Katar güzel ses muhammad var ha, səfəri. Kemal Günər. Hansı qatar? Qatar gəlir uzaqdan tuk-tutu. oxudu qatar muğamı. Amma mən bir dəfə məndən sual verdilər muğam obanı. Dedim gözəl səsi var. Amma müəllim lazımdır, işləmək lazımdır. Yox, mən demirəm, mən peşəkardım. Mən deyirəm, Amma səsi var. bəli, Gözəl var. səsi var adamın Var, yəni. istifadə, prosta səsi rəndələmək lazımdır. Bəli. Otuzdurmaq lazımdır da o kökə. Amma var səsi, gözəl də oxuyur, uğurlar arzulayıram hər zaman. Gözəl publikası var. Oxuduğu mahnılara necədir münasibətin? Mənim Hə, əla, əla. əla. Bəs açıqlamaları, danışıqları. Açıqlamalarına qarışmaq istəmirəm. Amma ifasına, mən nə soruşsuz ifasını şəxsən xalqın nəbzini tutur, gözəl pul qazanır, Allah o rozunun qismətinə yazır və şükür Allaha da belə davam etsin. Mən onun yerinə olsam məsləhət görərdim ki, efirlərdə məsələsində atmacalı və ya qıcıqlandırıcı şeylər danışmasın. Çünki bizim xalq bilirsiniz necə xalq tamaşaçılar səni bir gün qaldırar, bir gün endirir.